Mətbəx tərəzisi olmayanlar üçün bugün faydalı video ilə qarşınızdayım. Stəkanı tərəzinin üzərinə qoyub, sonra isə sıfırlayıram tərəzini. Stəkanın içərisinə qaşıq-qaşıq un əlavə edirəm və bir dolu təpələmə stəkan un 120 qram edir. Bunu da qeyd etmək istəyirəm ki, ölçərkən 500 qram az və yaxud da çox ola bilər. Bunu nəzərə alın. Eyni qayda ilə stəkanı qoyuram tərəzinin üzərinə, sıfırlayıram və bir dolu təpələmə stəkan şəkər tozu 200 qram edir. Tamı-tamına bir dolu stəkan su 210 qram edir. Qabı tərəzinin üzərinə qoyub sıfırlayıram. Bir dolu yemək qaşığı un 20 qram edir. Tərəzini təkrardan sıfırlayıram. Bir dolu yemək qaşığı şəkər tozu 21 qram edir. Bu günlük də məndən bu qədər olsun. İnşallah ki bu video sizin üçün faydalı olar. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.